Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size biz Evvoli kondisionerinin pultunun istifade qaydasını görkəzəcək. Pult bir qədər böyük olduğuna görə biz aşağı hissəsini buraxırıq və indi pultun izahına başlayırıq. Bu onun on-off, yəni yandırıb söndürmə düyməsidir. Bunun köməyinə kondisioner yandırılıb söndürülür. Rejimlərin dəyişdirilməsi üçün mod düyməsindən istifadə edilir. Bu kondisionerdə 5 rejim var. Soyutma rejimi, qurutma, heat yani isitme rejim, fan rejimi ve auto rejim. İnsanların əksəriyyəti soyutma rejimindən istifadə etdiklərinə görə biz əvvəlcə soyutma rejimini izah edəcəyik. Soyutma rejimində keçmək üçün biz mod düyməsini basırıq və burada cool sözü və eyni zamanda qar dənəci işarəsi görkənir. Bu rejimdə temperatur 22-24 arasında ayarlamanız məsləhət görülür. Əgər istəyirsinizsə kondisioner daha az enerji istifadə etsin, o zaman 24 dərəcədən aşağı salmayın. Ən yaxşısı 24-25 dərəcə arasında saxlayın. Bundan başqa yataq otağında temperaturu ümumiyyətlə daimi 24 dərəcədən yuxarı saxlayın ki, soyuq dəyməyə səbəb olmasın. Mod düyməsini təkrar bastığımızda biz burada bir dry və eyni zamanda su damlası işarəsini görürük. Bu qurutma rejimidir. Evdə olan nəmi azaltmaq üçün nəzərdə tutulmuşdur. Bir daha mod düyməsini basdıqda ekranda günəş işarəsi və eyni zamanda heat, yəni isitmə sözü gəlir. Bu rejimdə temperaturu 26 dərəcədən yuxarı tuturuq. Çünki isti hava yüngül olduğuna görə tavana daha çox yığılır və bu səbəbdən də kondisioner tez-tez yanıb sönür. Amma əgər kondisionerin istisi qane edirsə, o zaman və istəyirsə elektrik enerjisinin bir qədər az isə, o zaman 26 dərəcə ayarlamaqda da bir yarar var. Burada ən önəmli məsələlərdən biri fan sürətinin avtoya ayarlanmasıdır. Fan sürətinin ümumiyyətlə ayarlanması üçün bu düymədən istifadə olunur. Bu klimanın, fanının 4 sürəti var. Bu aşağı, orta, yuxarı və avto rejim. Əgər isitmə rejimində biz ventilatorun avto rejimini ayarlayırıqsa, o zaman kondisionerimiz ən məhsuldar vəziyyətdə işləyəcək. Çöl hissəsi həddindən artıq gec bağlayacaq, buzu gec bağlayacaq, yəni yalnız 0 dərəcəyə yaxınlaşanda bağlayacaq. Çünki bu halda, yəni auto speed, fan speed rejimində kondisionerin fanı mikroprosesor tərəfindən idarə olunacaqdır. Biz sizə bunu məsləhət veririk. Mod düyməsini təkrar basdıqda ekranda həm fan sözü gəlir və həm də fan işarəsi gəlir. Bu halda kondisioner sadəcə adi bir fan kimi çalışacaqdır. Bir daha basırıq, mod düyməsini bir daha basırıq və burada avto sözü gəlir. Və bu nə deməkdir? Bu o deməkdir ki, indi biz hansı temperaturu burada uygulasaq, o temperatur civarında kondisionerimiz temperatur tutmağa çalışacaq. Məsələn, deyək ki, 25 dərəcə temperaturu avto rejimində ayarlanır. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər otağımızda olan havanın temperaturu 25 dərəcədən aşağı düşərsə, kondisioner isitmə rejimində, yuxarı qalxarsa soyutma rejimində çalışacaq. Bu da çox maraqlı bir rejimdir, çox önəmli məsələdir. Mod düyməsini təkrar basıb soyutma rejiminə qaydırıq. İndi soyutma rejimində eyni zamanda əlbəttə ki, bunlar isitmə rejimində də istifadə olunur. Amma insanlar əksəriyyəti biz təbii ki bilirik ki, soyutma rejimindən istifadə edir. Soyutma rejimində çox vaxt insanlar temperaturu 22-21 dərəcəyə ayarlayıb yatmaq istəyirlər. Bu da təbii ki, soyuq dəyməyə səbəb olacaq və bu səbəbdən də biz sizə bu düymədən istifadə etməyi məsləhət görürük. Bu sleep düyməsidir. Bu düymə basıldıqda, ay ulduz düyməsi basıldıqda burada bir ay, yəni ay para və ulduz işarəsi gəlir. Bu kondisionerin yuxu rejimidir, yəni sleep rejimidir. Bu rejimdə kondisioner kadəməli olaraq yavaş-yavaş temperatur qaldıracaq. 2 saatdan sonra 22 dərəcə, sonra 23 dərəcə, sonra 24 dərəcə qaldıracaq və bununla da soyuq dərmənin qarşısını alacaqdır. Bu düyməni basıb əlbəttə ki, bu rejimdən çıxırıq. Bundan başqa daha başqa düymələr də burada var. Məsələn, swing düyməsinin köməyi ilə biz kondisionerin jalüzlərini hərəkətə gətirə bilirik və eyni zamanda da istədiyimiz hər hansı bir vəziyyətdə də onu dayandıra bilirik. Burada maraqlı bir rejim var. I favor, yəni mənim sevimli rejimim. Bu nədir? İndi hal-hazırda ekranda nə görürük? Soyutma rejimi, 23 dərəcə temperatur ayarlamışıq və avto rejimə qoymuşuq. Belə olduğu halda biz bu düyməni 1 saniyə, 2 saniyə ərzində basılı tuturuq
ve gördüğümüz kimi göstəricilər yox oldu və ondan sonra qayıtdı. Bizdən sonra tutaq ki, uşaq və yaxud hər hansı bir insan bizim rejimlərimizi dəyişib, hər hansı bir yerə qoyub və biz gələndə bu rejimləri bərpası üçün, öz sevimli rejimimizin bərpası üçün sadəcə bu düyməyə basmağımız kifayət edir. Çox maraqlı bir rejimdir. Bundan başqa burada bir LED düyməsi var. LED düyməsi basıldıqda klimanın üzərində olan, kondisionerin üzərində olan displey işığı yanır və yaxud sönür. Bu da maraqlıdır. Bəzi vaxt insanları həmən işıq narahat edə bilir deyə o işığı söndürmək istəyirlər. Onun üçün də istehsalçılar bu funksiyanı qoymuşlar. Burada turbo rejimi var. Bütün kondisionerlərdə turbo rejimi ola bilir. Bəzilərində high power, bəzilərində turbo, bəzilərində strong və s. kimi adlandırırlar. Turbo rejim basıldıqda kondisioner ən yüksək sürətdə deməli təxminən 15 dəqiqə ərzində çalışır və bu müddət bitdikdən sonra kondisioner əvvəlki fan rejiminə qayıdır. Burada maraqlı bir rejim daha var. Clean. Clean düyməsi basıldıqda gördüyünüz kimi klima söndürüldü və bu rejimdə klima bir müddət işləyib onun üzərində olan deməli su buxarlarını tamamilə qurudana qədər kondisioneri işlədəcəkdir. Təzədən on-off düyməsini basıb kondisioneri işə salırıq. Burada yenə də maraqlı bir funksiya var. Bəzi vaxt elə olur ki, biz tutaq ki, otağımızda hər hansı bir iş görürük. Məsələn, istəyirik ki, kompüterlər daimi işləsin və heç kim bizim pultumuzun nizamını pozmasın. Yəni, kompüterlər tutaq ki, 20 dərəcə temperaturda çalışmalıdırlar. Biz də 20 dərəcəyə qoymuşuq, amma bizdən sonra kimsə gəlib onu dəyişə bilər. Bunun olmaması üçün burada iki düymə var. Turbo və clean. Biz onları eyni zamanda basıb üzr istəyirəm. Eyni zamanda onları basılı saxlayırıq və orada bir kilit işarəsi gələndə əlimizi buraxacaq. Göründüyü kimi burada bir kilit işarəsi gəldi. Bizdən sonra hər hansı bir insan gəlib bunun bütün düymələrini basdıqları təqdirdə belə bizim bu göstəricilərimiz pozulmayacaq və dolayısıyla pultu dezaktiv hala gətirdik. Yəni pult hal-hazırda işləmir. Pultun yenidən işə qayıtması üçün biz clean və turbo düymələrini eyni zamanda basırıq və 2 saniyə saxladıqdan sonra o kilit itmiş olur. İndi yenidən gördüyümüz kimi bütün düymələr işləyir. Hörmətli tamaşaçılar, əgər hər hansı bir sualınız olarsa bizə müraciət edin. Biz də inşallah sizə deməli suallarınızı cavablandırarıq. Əssəlamu aleykum.